İlk filmimiz, musiqiden də bəlli olduğu kimi, Kill Bill. İnsanı həqiqətən yoran bir şey varsa, o da görməzdən gəlib içvə atıb, gündən günə içdən çürüməkdir. Buna görə də mən həmişə tərəfdarıyam ki, öz qürurumuzu, öz mənliyimizi, özümüzə olan dəyəri, özümüzə olan hörməti unutmayaq. Heç kimə əzdirməyək. Bu filmdə elə bundan danışır. Filmə başlayanda düşünürsən ki, bu film bir intiqam filmidir. Bir qadının intiqam uğruna nələri gözə aldığını düşünürsən. Əslində elə deyil. Əslində elə deyil. Bu intiqam deyil. Bu bir insanın, bir qadının sındırılmış qürurunu, məhv olmuş həyatını, məhv olmuş keçmişini bərpa etməsi üçün verdiyi bir savaşdır. Quentin Tarantino bu filmdə bar-bar bağırır ki, mən Tarantinoyam. İstər musiqiləri, istər filmin atmosferi, istər animasiya səhnələri, istər şiddət səhnələri, istər qan və şiddətin musiqi ilə etdiyi balet. Bu film həqiqətən deyir ki, mən Tarantinonun əlindən çıxmışam. Filmin yəni onun qatillərinin birinin evinə gedir və həmin xanımın bir balaca qız uşağı olur və ona deyir ki, mən səni öz uşağının qabağında öldürməyəcəm. O buna şahid olmayacaq. Və bunu edir. Amma yenə o, yenə o zərbə alır, yenə o öldürülməyə çalışır və o düşünür ki, yox, yəni mərhəmət lazım deyil həqiqətən. Çünki sən nə qədər ki öldürməsən, sən nə qədər ki vurmasan, sən o zərbəni atmasan, o zərbə sənə atılacaq. Şiddətlə tövsiyə eləyirəm. Mənə bəxş etdiyi hisslər çox fərqlidir. Ona görə istədim elə bu filmlə açılışımızı eləyək və onun məşhur sarı kostyumuna görə sarı köynək geyinmişəm, özümdən nəsə qatmağa çalışmışam. Yəni istəyərdim ki, izləyəsiniz, öz fikirlərinizi bildirəsiniz və Tarantino öz imzasını bu filmə həqiqətən buna layiqli şəkildə atıb. Bu qədər. Gələn videoda görüşərik.